Salam əziz izləyicilər, riyaziyyat sevərlər, tələbələr, şagirdlər. Bugün riyaziyyat sevərlər mövzusunda 28-ci mühazirəmizi sizə deyəcəm. Məsələ 1. Baba öz nəvələrinə 130 dənə qoz verib, deyir. Bu qozları elə iki hissəyə bölün ki, az hissədəki qozların sayının 4 dəfə artırdıqda, çox hissədəki qozların sayının 3 dəfə azalmasına bərabər olsun. Həlli. Deməli, cəmi babada 130 qoz var. Bu verir nəvələrinə ki, iki hissəyə elə bölün ki, birinci hissədəki qozların sayının 3 misli 4 dəfə artırdıqda, çox hissədəki qozların sayından 3 dəfə az olsun. Deməli, birinci hissəyə deyək, qozların sayına az hissə olsun, birinci az hissə. Buna x deyək. İkinci hissədə çox hissə deyək. Çox hissə. Onda çox hissə cəmi 130 dənə qoz olduğundan olacaq 130 çıxaq x. Bu qozları elə hissəyə bölün ki, az hissədəki qozların sayını 4 dəfə artırdıqda. Yəni 4 dəfə artırdıqda x olur 4x. Çox hissədəki qozların sayından 3 dəfə azalmasına bərabər olsun. 3 dəfə azalma olacaq. Çox hissədə 130 çıxaq x bölək 3 və bunlar bərabər olsun. Belə bir tənliyi alınır məsələdən. Buradan çıxır ki, hər iki tərəfi tənasüb kimi aça bilərik. Şədə vura bilərik. Olur 12x bərabərdir 130 çıxaq x. Və buradan alırıq 12x üstəgəl x bərabərdir 130-a. Aldım 13x bərabərdir 130. Buradan da aldıq ki, x bərabərdir 10. Deməli, birinci hissədə 10 ədəd qoz var. Onda ikinci hissədə olacaq 130 çıxaq 10. Bu da bərabərdir 120. Beləliklə, ayrılan az hissədə 10 qoz, çox hissədə 120 qoz var. Məsələ 2. Vedrədə 5 litr su var idi. Bundan 1 litr boşaldıb yerinə 1 litr meyvə şirəsi tökdülər. Şirəni suda qarışdırıb 1 litr boşaltdılar və vedrəyə 1 litr şirə tökdülər. Alınan qarışıqdan yenə də 1 litr boşaldıb 1 litr şirə qatdılar. Vedrədə neçə litr su qalmış oldu? Deməli, birinci dəfə vedrədə 5 litr su var və birinci dəfə boşaldılır 1 litr. 5 litrdən 1 litr çıxır, 4 litr vedrədə su qalır. İkinci dəfə və vedrəyə 1 litr meyvə şirəsi tökdülər. Oldu cəmi 5 litr yenə də. O 5 litrin 4 litri sudur. Onda 4 litr sudan ikinci dəfə vedrədən 1 litr boşaldanda qarışıqdan, orada sunun 5də 1 hissəsi qədər boşaldılır. Yəni 5də 1 vuraq 4 və biz alırıq onda 5də 20 çıxaq 4, 5də 16 litr orada su qaldı. Və təzədən yenidən 1 litr şirə tökürlər, qarışdırırlar və 1 litr boşaldanda onda orada qalmışdı 5də 16 litr su. Və o qalan sunun 5də 1 üçüncü dəfə boşaldanda 5də 1 qədər su boşaldılır. Yəni o qarışığın 5də 4 hissəsi su olur. 5də 1 vuraq, oradakı su 5də 16 olduğundan 5də 16-nın 5də 1 qədər boşaldılır. Və alırıq 25də olacaq 80 çıxaq 16 bərabərdir 25də 64 litr. Beləliklə, üçüncü dəfə boşaldanda
vedrədə qalır 25-də 64 litr su və sonradan 1 litr şirə tökürlər, amma həmən su 25-də 64 litr su orada qalır. Ondan sonra boşaltma prosesi olmadığından son cavab vedrədə 25-də 64 litr su qalır. Bilmirəm. Məsələ 3. Birinci boru hovuzu 2 saata, ikinci 4 saata, üçüncü 8 saata doldurur. Dördüncü boru hovuzu 16 saata boşaldırsa, 4 boru eyni vaxtda açıldıqda hovuz neçə saata dolar? Deməli, məsələnin şərtinə görə birinci boru hovuzu doldurur 2 saata. 2 saata doldurur. İkinci boru doldurur 4 saata. Doldurur yenə də. Üçüncü boru doldurur 8 saata. Doldurur və dördüncü boru 16 saata boşaldır. 16 saata boşaldır. Boşaldır. Onda birinci boru hovuzun 1 saata 2'də 1 hissəsini doldurar. Çünki 2 saata doldurursa 1 saata 2'də 1 hissəsini. İkinci boru 4'də 1 hissəsini doldurar. Üçüncü boru 8'də 1 hissəsini doldurar. Dördüncü boru boşaldanda arada bu cəmlə 1 saata 16'da 1 hissəsini boşaldar. Onda çıxılır 16'da 1 və eyni vaxtda açıldığından borular, onların doldurma vaxtı x saat olarsa bu bərabər olacaq 1 bölək x-ə. Beləliklə tənliyimiz bu şəkildə oldu və məxrəcdə də burada ortaq məxrəc 16 yazırıq, 8, 2'yə böldük, 4'ə böldük, 4, 8'ə 2, çıxaq 1 bərabərdir 1 bölək x-ə. Və buradan alırıq 8, 6, 14, 13 bölək 16 bərabər oldu 1 bölək x-ə. Bu tənasübdən alırıq ki, 13x bərabərdir 16'ya. Buradan da aldıq ki, x bərabərdir 13'də 16 saata. Bu deyilir 1 tam 13'də 3 saat. Yəni, x bərabər oldu 1 tam 13'də 3. Beləliklə, birinci boru 2 saata, ikinci boru 4 saata, üçüncü boru 8 saata hovuzu doldurduqda, dördüncü boru 16 saata boşaldırsa, onlar eyni vaxtda açıldıqda hovuzu 1 tam 13'də 3 saata doldurarlar. Cavab 1 tam 13'də 3 saat. Məsələ 4. Albalının tumunu onun özü qalınlığında ətli hissəsi əhatə edir. Albalının həm özü, həm də tumu yumru olarsa, onun ətli hissəsinin həcmi onun tumlu hissəsinin həcmindən neçə dəfə böyük olar. Deməli, albalı yumru şəkildə deməyin mənası odur ki, yəni albalı kürə şəkillidir. Daxildə onun tumu, xaricində isə ətli hissəsi və onun ox kəsiyini göstərək ki, bu elə 2 konsentrik çevrə kimi qəbul eləmək olar. Daxildə isə onun tumunu göstərək və məsələdə deyilir ki, albalının tumunu onun özü qalınlığında ətli hissəsi. Tumun qalınlığı onun elə diametridir. Ətli hissəsi olacaq bu hissə bərabərdir. Bu balaca yer desək, tumun radiusuna balaca R, bu da balaca R. Bu hissə də onda olacaq 2R. Ətli hissənin qalınlığı. Onda böyük R, yəni albalının radiusu R bərabər olacaq. Bu R hissəsi tumun radiusu üstə gəl 2R. R üstə gəl 2R, bu da bərabərdir 3R-ə. Ətli hissənin həcmi, bax bu ətli hissə, tumun həcmindən neçə dəfə böyük olduğunu tapaq. Yazırıq V ətli hissə bölünsün V tum. Bu da bərabərdir, yazırıq. Ətli hissənin həcmi bütöv albalının həcmindən çıxırıq V albalı, çıxırıq V tum.
Bu da olacaq bölək V tum. Bu da bərabərdir. Ayrı-ayrı kəsirlərə parçalaşaq. Alınacaq V albalı bölək V tum. Çıxaq V tum bölə V tum 1 verir. Çıxaq 1 bərabərdir. Buradan da alırıq. Bildiyiniz kimi kürənin həcmi 3'də 4 Pierre kubudur. Olacaq 3'də 4 albalının ümumi həcmi. Pi böyük yer 3 yerdir. Onda 3 yerin kubu olacaq. Bölək məxrəclər tumun həcmi 3'də 4 pi r kubu. Çıxaq burada vahid var 1. Bərabər 3'də 4 pilər ixtisar oldu. Surətdə alındı 27 r kubu. Bölünsün r kubu çıxaq 1. Bu da bərabərdir. R kublar ixtisar oldu. 27 çıxaq 1 bərabərdir 26. Beləliklə albalının ətli hissəsinin həcmi onun tumunun həcmindən 26 dəfə çox olar. Məsələ 5. Hansı iki rəqəmli ədədi öz rəqəmləri cəminə böldükdə bölünənin rəqəmləri cəmi alınar? Məsələnin şərtinə görə həmin iki rəqəmli ədədi biz işarə edək AB ilə AB iki rəqəmli ədəd olsun. Onda AB iki rəqəmli ədədini onların rəqəmləri cəminə A plus B-yə böldükdədir. Qismətdə bölünən AB-dir. Rəqəmləri cəmi alınar. Yenə də burada A plus B alınar. Elə bu da yazılışda o deməkdir ki, AB iki rəqəmli ədədini A plus B-yə böldükdə elə A plus B alınar. Bölünən, bölən, qismət. Yazdım bu şəkildə. Buradan çıxır ki, AB iki rəqəmli ədədi bərabərdir A plus B-nin kvadratına. Deməli, belə çıxır ki, o iki rəqəmli ədəd kvadrat şəklində göstərilə bilər. Kvadrat şəklində göstərilə bilən iki rəqəmli ədədlər də 16, 25, 36, 49, 64 və 81'dir. İndi bizim məqsədimiz kvadrat şəklində göstərilən bu ədədlərdən hansının bu şərti ödədiyini tapmalı. Hansı bu şərti ödəyirsə məsələnin həlli o sayılır. Baxırıq burada. Məsələn, 16, 1 plus 6'nın kvadratı, bu 7 elədi, 7'nin kvadratı alınmadı. Deməli, bu ödəmir. 25 bərabərdir 2 plus 5'in kvadratı, bu da elədi, 49 ödəmir. 36 bərabərdir 3 plus 6'nın kvadratı, 9'un kvadratı eləyir, 81 ödəmir, bu da ödəmədi. Və 49 bərabərdir 4 plus 9'un kvadratı, 13'ün kvadratı eləyir, 169 ödəmədi. 64, 6 plus 4'ün kvadratı, 10'un kvadratı 100 eləyir, ödəmir. 81 bərabərdir 8 plus 1'in kvadratı, 81 bərabər bu cəm 9 elədiyindən 9'un kvadratı. Deməli, bizim məsələmizi ödədi 81. Yəni 81 ədədi AB bərabər oldu ki, rəqəmli ədəd 81'ə. Çünki 8 ilə 1'in cəmi 9 elədi, 9'un kvadratı da 81. 81 bərabərdir 81 alındı. Nəticədə AB iki rəqəmli ədədi 81 olur. Məsələ 6. Bir zər 4 dəfə atılır. Xallar cəmi 6 olarsa, birinci atışda bir xalının düşməsi ehtimalını tapın. Həlli. Deməli, bir zər 4 dəfə atılır. Mümkün hallar sayını tapmaq üçün birinci belə ola bilər. Burada qeyd edirəm, birinci atış, ikinci atış, üçüncü atış, bu da dördüncü atış. Və xallar necə bölünə bilər? Burada birləri ola bilər. 1, 1, 2, 2. İkinci hal ola bilər. 1, 2, 1, 2. Üçüncü ola bilər birinci atışda. 1, 2, 1, 2, 1. Sonra ola bilər dördüncü atışda. 2, 2, 1, 1. Sonra ola bilər beşinci atışda.
Beşinci hal olacaq. 1, 2, 2, 1. Altıncı hal olacaq. 2, 1, 1, 2. Və yedinci hal hansı ola bilər? 3 ilə əlaqədar 1, 1, 1, 3. 8 ola bilər. 3, 1, 1, 1. 9 ola bilər. 1, 3, 1, 1. Sonra 10-cu hal ola bilər. 1, 1, 3, 1. Və cəmi mümkün hallar sayı gördüyünüz kimi 10 haldır. Yəni mümkün hallar sayı 10. Əlverişli hallar sayını tapaq. Birinci atışda bir halının düşməsi. Birinci atışa baxırıq. 1, 1, 2, 3, 4, 5, 6. Deməli, əlverişli hallar sayı oldu 6 dənə. 1, 2, 3, 4, 5, 6. Onda ehtimalın klassik tərifinə görə PA bərabərdir. Əlverişli hallar sayı bölək mümkün hallar sayı 0,6. Beləliklə 1 üzəri 4 dəfə atdıqda hallar cəmi 6 olarsa bir halının düşməsi birinci atışda ehtimalı PA bərabərdir 0,6-ya. Məsələ 7. Tədbirdə 21 nəfər kişi və qadından ibarət nəzarətçi vardır. Qadınlardan qurula bilən ikili qrupların sayı kişilərin sayına bərabər olarsa, nəzarətçilərdən neçəsi qadın idi? Həlli. Deməli, qadınların sayını işarə edirəm x-nə. Qadınların sayı olsun x. Onda kişilərin sayı olacaq. Cəmi 21 nəfər olduğundan 21 çıxaq x. Qadın nəzarətçilərdən qurula bilən ikili qrupların sayı təkrarsız kombinizonun köməyi ilə həll olunur. Tapılır. Kombinizon n-dən k bərabərdir n faktorial, k faktorial bölək n çıxaq k faktorial. Onda x qadın olduğundan məsələnin şərtinə görə kombinizon x-dən 2 ikili qrupların sayı bərabər olacaq kişilərin sayına. Kombinizonu açırıq, bu olacaq x faktorial, 2 faktorial, vuraq x çıxaq 2 faktorial bərabərdir 21 çıxaq x-ə. Sadələşdirirəm, surəti yazıram x minus 2 faktorial, vuraq x minus 1, vuraq x, 2 faktorial 2 yazırıq, x minus 2 faktorial bərabərdir 21 çıxaq x-ə. X minus 2 faktorial, x minus 2 faktorial x'lər oldu. Qaldı x minus 1 vuraq x bölək 2 bərabərdir 21 çıxaq x-ə. Buradan tənasüb kimi açsam alıram. X kvadrat minus x bərabərdir 42 çıxaq 2x-ə. Buradan da aldıq ki, keçirdirik bir tərəfə x kvadrat üstə gəl x çıxaq 42 bərabərdir 0 çevrilmiş kvadrat tənliyini alıram. Buradan x1, 2 bərabərdir. 2-də mənfi 1 plus minus, mənfi 1-in kvadratı 1 üstə gəl, 4 vuraq 42, 168. Kökün altında 169 alındı, oradan da kök 13 çıxır. Mənfi 1 plus minus 13 bölək 2. Burada da müsbət kök ödəyir, x bərabərdir. Mənfi 1 plus 13 bölək 2 bərabərdir 6. Beləliklə, tədbirdə iştirak edən 21 nəfər qadın, 21 nəfər nəzarətçidən 6 nəfəri qadındır. Cavab 6 nəfər. Məsələ 8. Bir nəfər məşhur Yunan riyaziyyatçısı Pifagordan soruşur. Ey böyük Pifagor, məktəbdə neçə nəfər şagirdin var? Pifagor fikirləşmədən belə cavab verir. Şagirdlərin yarısı riyaziyyat və 1/4 hissəsi musiqi öyrənir. 7/1 hissəsinin isə hələ də dünyadan xəbəri yoxdur. Bundan əlavə, onların içərisində 3 nəfər də qadın vardır. Pifagorun neçə nəfər şagirdi varmış? Həlli. Tutaq ki, Pifagorun şagirdlərin sayı x-dir. Məsələnin şərtinə görə
Pifaqor deyir ki, şagirdlərin yarısı riyaziyyat öyrənir. X bölü 2. 4'te 1 hissəsi musiqi öyrənir. Yəni X bölü 4 musiqi öyrənənlərdir. Və deyir 7'de 1 hissəsi şagirdlərin dünyadan xəbəri yoxdur. Yəni üstəgəl X bölü 7 olur. Bundan əlavə onların içərisində 3 nəfər qadın vardır. Üstəgəl 3. Deməli, ümumi şagirdlərin sayı bərabər oldu. Riyaziyyat öyrənənlərin sayı üstəgəl musiqi öyrənənlərin sayı, dünyadan xəbər olmayanların sayı X bölü 7, üstəgəl 3 nəfər qadın. Və belə bir tənlik aldıq. Tənliyin hər iki tərəfini sağ tərəfdəki kəsirlərin məxrəcinin əkobuna vuraq. 28'ə vuraq. 28'ə vuranda tam əmsallı belə tənliyi alırıq. 28x bərabər 28'i x bölü 2'yə vuranda 14x, x bölü 4'ə vuranda 7x, x bölü 7'yə vuranda 28 üstəgəl 4x, üstəgəl 3 vuraq 28 alırıq. 28x bərabər oldu 14, 7, 21, 25x, üstəgəl 3 vuraq 28, alıram 28x çıxaq 25x, bərabərdir 3 vuraq 28'ə. Buradan da aldıq ki, 3x bərabərdir 3 vuraq 28'ə. 3'ə ixtisar eləsək, hər iki tərəf 3'ə bölsək, x bərabərdir 28 alınır. Beləliklə, məktəbdə Pifaqorun 28 nəfər şagirdi vardır. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənək.